Bu günləri Rusiyanın işğal etdiyi torpaqlar mənim torpağımdır. Mənə aiddir. Türk torpağı. Bacarırsan ged al. Alacağıq. Mütləq alacağıq. Bəs biz bütün bunları niyə danışırıq? Niyə yetişdiririk o ictimai rəyi, ona niyə hazırlayırıq? Niyə yetişdiririk o ictimai rəyi, ona niyə hazırlayırıq? Ukrayna ərazisində səfərbərlik prosesi çərçivəsində mülki vətəndaşların saxlanılması halları daha kəskin və amansız forma alıb. Yerli əhali tərəfindən insan ovçuları adlandırılan hərbi komissarlıq əməkdaşları küçələrdə və ictimai yerlərdə vətəndaşları faktiki olaraq təqib edərək orduya cəlb etməyə çalışırlar. Bu mənzərə mülki şəxslər arasında ciddi narahatlıq və qorxu yaradan əsas amil kimi çıxış edir. Şahidlərin verdiyi məlumata görə insanların zorla aparılması və hüquqlarının pozulması halları kütləvi xarakter alıb. Hazırda Ukraynanın müxtəlif şəhərlərində bu cür sərt üsulların tətbiqi cəmiyyətdə böyük gərginliyə səbəb olmaqdır. Bu mənzərəni Azərbaycanda da görəcəyik. İlk növbədə xalqı İran və Rusiya əleyhinə təbliğatlar vasitəsilə hazır vəziyyətdə salırlar. Necə ki illər əvvəl Ukrayna xalqı üçün edirdilər. Gördüyünüz kimi özləri də etiraf edirlər. İran və Rusiya torpaq iddiaları edib, bilərəkdən və ya bilməyərəkdən bunların paylaşımını və çıxışlarını bəyənənlər gələcəkdə özləri və övladları üçün Ukraynada yaşanan acınacaqlı halı hazır edirlər. Bir sözlə bu təbliğatları dəstək verməklə öz qəbrinizi qazırsınız.